Yazılsındır ki وَلَا تَبَاغَضُ. Yani birbirinizə nifrət eləməyin. Yani bu müminlərə nisbətdə, yani bu söhbət müminlər üçündür ki, onlar bir-birlərinə nifrət eləməməlidirlər. Yani insana caiz deyil ki, öz qardaşına nifrət eləsin. Yani hətta qəlbində olsa belə nifrət eləməməlisən. Çünki o onun qardaşıdır. Yani bu qardaş asi və fasik olsa belə, sənə icazəlidir ki, onun fasikliyinin miqdarı qədər ona nifrət edəsən, o fasikliyinə görə. Amma mütləq olaraq ona nifrət eləmək sənə icazəli deyil. Başa düşə bilirsiniz? Yəni bir qardaşın günahlar üzərindədir. Sən onun günahlar üzərində olduğu miqdarda nifrət eləməlisən və imanı tərəfindən də sevməlisən. Məlumdur ki, biz bir müsəlman kişini araq içən, sigaret çəkən, şalvarının ayağını topuqdan aşağı eləyən görəsi olsaq, biz ona bu nöqtədən nifrət edirik. Biz ona mütləq olaraq nifrət eləmirik. Necə ki, kafirə nifrət edirik. Əksinə, ona biz kafir kimi nifrət eləsək, kafirə nifrətimiz kim olsa, Allah zələsin insan çevrilmiş olar, dinindən dönər yəni. Biz ona asiliyi cəhətdən, fasiki cəhətdən nifrət edirik və imanı cəhətdən isə onu biz sevirik. Lazımdır ki, insan ayırsın, fasik müsəlmanla kafiri ayırsın. Ayırmasa bu böyük təhlükə ola bilər. Ola bilsin ki, insanların bəzisi müminin fasikliyinə görə ona kafirdən də çox nifrət edir. Belə bir şey ola bilər. Görürsən ki, bəziləri cahilliklərindən deyirlər ki, filan kafir filan kəsdən mənə görə yaxşıdır. Mümkündür yaxşı olsun. Filan kəs mümündürsə də, günah üzərində olsa da belə, filan kafir sənə görə heç vaxt onu sənə nisbətdə ona görə yaxşı ola bilməz. Yəni sən bunu eləməməlisən. Allah qorusun, bu fitrətin sevirilməsidir. Sən kafiri sevməməlisən heç. Nə qədər müminin günahı olsa da kafirdən xeyirlidir. Yadda saxlayın. Yaxşı. Sən ona asili cəhətdən nifrət elə, imanlı cəhətdən isə onu sevgilən. Sual verilsə ki, necə sevgi ilə nifrət bu kişi bir yerdə cəm ola bilərmi? Cavab budur ki, sevgi ilə nifrət bir şeydə cəm olması mümkündür. Sənə bir misal çəkim. Bir həkim sənə bir dərman yazsa, o dərman acı və çox pis iyili olsa, lakin sənə desə ki, onu iç, Allahın izlə şəfa tapacaqsan. Sən isə bu dərmanı mütləq olaraq sevmirsən. Çünki acıdır və iyisi də pisdir. Lakin şəfa tapmaq səbəbi ola bilər deyə o dərmanda, o cəhətdən o dərmanı sevirsən, içirsən. Bax, demək, sevgi ilə nifrət bir şeydə cəm ola bilər. Yaxşı. Və həmçinin də asi mömin. Sən ona bir səfərə küllü olaraq nifrət eləmirsən. Əksinə onun imanı cəhətdən sevirsən, asili cəhətdən isə nifrət edirsən. Sonra sənin ona olan o nifrətin ona nəsiyyət eləməkdən üst söndürməyi sənə vacib eləmir. Yəni sən nifrət etsən də nəsiyyət eləmirsən, ona yox. Deyirsən ki, mən bunun üzünü görməyə, bu kişinin üzünü görməyə taqatım yoxdur. Üzünü görməyim heç bunun. Onun mənzərəsini görməyə belə nifrət edirəm. Sən öz nəfsinə qalib gəl, ona zəng elə, ona nəsiyyət elə. Allah təala ola bilsin ki, sənin əlinə ona hidayət verər, ümidini üzmə gələn. Necə sən Allah subhanahu taala hidayət verəcək bir kəsi uzaqlaşdıra bilərsən? Əgər Allah subhanahu taala bir kəsə hidayət vermək istəyərsə də, onu ondan uzaqlaşdıra bilmərsən sən. Sən boynuna düşən elə çatdır gələn. Misallar buna çoxdur. Vaxtımızda, indi zamanımızda da bu şeyə misal çəkmək olar. Və bizim vaxtımızda olan misallarda İbn Seymur Ramala deyir bunu. Bəzi insanlar, fasik insanlar vardı ki, Allah subhanahu taala onları haqqa dəvət edən kəslər üçün elə kəslər asatlaşdırıbdır ki, onları haqqa dəvət edən kəslər çıxıbdır və onlar hidayət olunublar. Asi olan kəslər hidayət olunublar. Və dəvət edənlərin özlərindən də yaxşı olublar. Subhanallah.
Yəni bu bu zamanda həmçə keçən zamanlarda da bu şeylərə olmuşdu və buna çoxlu misallar çəkmək olar. Keçmiş zamanlarda məsələn Xalid bin Valid Allahın müsəlmanların üzərinə indi radiyallahu anhu da İslam qəbul eləmişdi sonra yəni İslamdan öncə müsəlmanların üzərinə açıq qılıçla düşərdi. Yəni Uhud döyüşündəki mövqeyi bəlli idi, onun məşhur idi, bilinirdi ki, necə edir, götürür 2 dənə döyüşçünü və özü də Qureyşdən olan kəslərdə müsəlmanları dağ tərəfdən müsəlmanların üstünə hücum eləmişdi. Və orada müsəlmanlar məğlubiyyətə uğramışlar, həmin vaxtı bilirsiniz də. Sonra Allah Subhanahu taala ona hidayət verir. İslamda, təsəvvür et, cahiliyyətdə də məğlub olmayıb bu adam. İslamda da məğlub olmayıb. Subhanallah. Həmçinin Ömər ibn Xattab Rasulullah sallallahu əleyhi və səlləm gətirdiyi şeyə ən nifrət edən insan idi. Yəni insanların içində ən nifrət edəni idi. Rasulullah sallallahu əleyhi və səlləm ilə gəlmişdi, Risalə ilə. Onu nifrət edirdi. Allah təala ona hidayət verdi. Allahın avliyalarından bir avliya olur. Bu ümmətin ikincisi olur. İkinci xəlifəsi. Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra birinci Əbu Bəkirdir və sonrası budur. Bunun üçün də sən ümidini üzməginə, demək ki, mən bu kişiyə taqətim yoxdur, bunu görmək istəmirəm, bunu eşitmək istəmirəm, mümkün deyil ki, mən onun yanına gedim. Sən əksinə get, ümidini üzməginə, qəlblər Allahın əlindədir. Allah Taala'dan istəyirik, istəməliyik ki, bizə də, sizlərə də, ona da hidayət versin, düz yola hidayət yönətsin. Əgər bir kəs desə ki, nifrət nəfsdə baş verən infialdır. İnfial yəni o nəfsdə yaranan bir şeydir də. Necə bir insan birini sevə bilər? Sən nifrət edirsən, nəfsdə bir şey yaranır, necə sevə bilər? Fəl-hubbu mə yəmlikul insanu ən yuhibba şəxsən. Yəni sevgi insan bir şəxsi sevməsi öz əlində deyil. Və yaxud da bir kəsin sevgisini azaltması da öz əlində deyil. Və yaxud da sevgisini artırması da öz əlində deyil. Yalnız bir səbəblərə görə sən insanı sevirsən. Yəni səbəblər yaranır, səndə o sevgi yaranır. Yəni sən onu artıra bilirsən, azalda bilirsən. Səbəblərə görə sənin sevgin artır və sənin sevgin azalır. Bunun üçün də Peyğəmbər sallallahu əleyhi və səlləm öz həyat yoldaşları arasında qisməti böləndə, gecə qismətləri var da, payları, haqları var. Bunu böləndə deyir ki, ey Allahım, bu mənim bölgümdür, malik olduğum bir bölgüdür. Malik olmadığımda məni qınama ki. Yəni, bir gecə burada olacaq, bir gecə orada olacaq, bir gecə burada olacaqdır. Haqlarını güc çatdıqca verəcəkdir. Bu bölgü zahirdə olan malik olduğudur. Amma malik olmadığım, yəni burada sevgini qəsd edir. Məlumdur ki, Rasulullah sallallahu aleyhi ve sellem Ayşə radiyallahu anhəni o pisi həyat yoldaşlarından daha çox sevərdi. Bunun ixtiyarı ilə deyildi. Yəni, hədə bir qeyri-ixtiyar insan istəmədən olur. İnsanın meyil eləməsi qəlbi bir əməldir. O qəlb meyilidir. Onun insan deməsin ki, yox, mən belə yox. Qəlb meyilidir ona. Əgər bir kəs desə ki, qəzəb el-ğadabu infialun la yumkinu lil-insani en yusaytir alayh. Yəni insanın baş və infialdır, belə qeyri-adi risk hərəkət olur, qəzəblənəndə insan, insanın daxilindən gəlir, insan onu əhatə eləməsi mümkün deyil. Hökm altına götürməsi mümkün deyil yəni. Cavab budur ki, infiallıq nədən baş verir? Feildən baş verir. Əgər bir feil olarsa, bir əməl olarsa da ondan yaranan bir nəticədir. Sən o qarşıda olan o əmələ görə səndə o hal yaranır. O qəzəb halı yaranır. Məsəl olaraq sən bir kəsi səbəblər üçün sevirsən. Məsəl üçün iman səbəbi ilə sevirsən. Yaradılmışlara fayda vermək səbəbi ilə sevirsən. Əxlaqının gözəlinin səbəbi ilə sevirsən. Sənə xidmət elədiyi üçün sevirsən. Bundan başqa olan çoxlu şeylər üçün. Bu şeylər, səbəbləri xatırlayırsan, onu sevirsən. Belə olur. Lakin bir şəxsə وَلَا تَكْرَهُ şəxsən illə həmçinin də bir şəxsə nifrətin səbəblə olur. Yəni sən o kərahiyyət şeyləri fikirləşirsən, ondan o qəzəb gətirəcək şeyləri fikirləşirsən və nifrət edirsən. Lakin mə zəlikə yənbəği lil insani
en yu'rid anil esbab, elleti tucibul bağda ma axihi. İnsana lazımdır ki kardeşiyle kin yaradacaq səbəblərdən uzaqlaşsın. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bir-birinizə nifrət eləməyin. Həqiqətən nifrət onun səbəbləri vardır, sevgi də onun səbəbləri vardır. Əgər sən nifrət səbəblərindən uzaqlaşıb onu unudası olsan, Allahın izni ilə səndə olan o kin, güdrət gedəcəkdir qardaşına qarşı olan. Unut. Unutsan gedəcəkdir. Unutmasan yox. Peyğəmbər sallallahu əleyhi və səlləm ona görə deyir ki, bir-birinizə nifrət eləməyin. Bu bölümdən ki, bir kəs ona deyir ki, ey Allahın Rəsulü, mənə nəsihət elə, deyir, qəzəblənmə. Yenə deyir, 3 dəfə təkrarlayır, deyir, qəzəblənmə yenə. Yəni, qəzəblənmək nədən olur? Yəni, sən unut, bu şeyləri unut. Özünü görürsən, səni qəzəbləndirici şeylər var, unut yenə, bir şey vermək yenə. Bu halda yəni sən qəzəblənməyəcəksən. Qəzəb nədən o diqqət yetirəndə olur da qəzəb. Məsələn, qardaşlar var ki, onun yanında sevinçlə çıtlayanda qəzəblənir. Deyir, özüm təkcə çıtlayıram. Məsələn, buna oxşar şeylər. Qardaşlar var ki, deyir, özüm ağzımı maçıladım, başqası maçılasın. Məsəl çəkəydə. Niyə? Çünki o səbəbi fikirləşdiysə qəzəbləndir o. Sən onu fikirləşməsən, fikir verməsən, ötüb keçəcək bir. Yaxşı. Sonra əgər bir insan desə ki, İnnel gadabe cemratun yulqiha şeytan fil qalbi ibn Adəm. Bir insan deyir ki, həqiqətən qəzəb şeytanın Adəm oğlunun qəlbinə atdığı bir kömürdür. Necə ki, hədisdə gəlmişdi, onu söndürmək mümkün deyil. Və yaxud da ki, onu söndürməyə yol yoxdur. Deyirik ki, əksinə yol var. Sən səbəbləri götürgünən, hansı ki, sənin qəzəbini azaldacaq səbəbləri götür, hətta səndən o qəzəb getsin. Niyə deməlisən? Ayaq usasınsa oturursansa uzanırsan, mesela o şeylər unutursan, o qəzəb